Bugün iki gözəl balamızla müalicəmizi yekunlaşdırmışıq, amma sadəcə müəyyən səbəblərdən dolayı uşaqların üzünü göstərmirik. Ancaq valideyni buradadır, anası buradadır. Gələndə qamət pozğunluğu, skalyoz, lardoz, yastı pəncəyi, çatma şikayətlərimiz var idi. Bugün 21 günün sonunda təkrar müayinəmizi keçirdik və xeyli irəliləyişlər əldə etmişik. Qamətimiz düzəlib, skalyozumuz azalıb, lardozumuz gedib. Ayaq içi atmalarımız demək olar ki, yoxdur. Arada yaddan çıxanda belə vərdiş formasında olur və nəticədən çox razıyıq. Amma əsas nəticəni təbii ki, evdə valideyn görür. Günün əksər hissəsində uşaqlar valideynlərin yanında olur. Necə hiss elədiniz, nə fərq hiss elədiniz? Çox yaxşı, Aynur, çox yaxşı. Böyük qızımda qamət pozğunluğu var idi, çox məni narahat edirdi. Şükür Allaha bugünkü gün yəni qaməti düzəlib. Balaca qızımda da ayağını çox içə basmaları dəhşət çox oldu, gözü çox çarpırdı. İndi arada yadından çıxmasa, yəni belə düzünə qoya bilər. Əvvəl çox çətinlik çəkirdi, yəni düzəlt deyəndə də, amma bugünkü gün yox, şükür Allaha, çox sağ olun. Qamətində də fərq hiss edirik. Əlbəttə, qamətində də fərqlilik var. Əlini təzə gələndə ayağına apara bilmirdi, əzələ zəifliyi var idi. İndi tam əlinin içini belə ayağına qoya bilir. Dizləri bükmədən əl gedə bilir. Bəli, bükmədən qoya bilir ayağına. Çox sağ olun. Allah sizdən razı olsun, həqiqətən. Müəlliməmiz Pərvanə xanım da çox sağ olsun. Hər biriniz təşəkkürlər. Kollektivimizə minnətdarıyıq. Çox sağ olun. Çox gülərüz, mehriban, həqiqətən çox razıyıq. Təşəkkür edirəm, belə dəyər verdiyinizə görə, xoş sözlər dediyinizə görə. Uşaqlara da ancaq bundan sonra xoş günlər, yolları açıq olsun. İnşallah ki, ev idmanlarını davam edəcəyik və 3 aydan sonra artıq demək olar ki, yekunlaşacaq.